Hər kəsə salam. Bugün sizlərə ağrı haqqında danışacağam. Ağrı nədir, onu necə hiss edirik, fiziologiyası, növləri, ağrıkəsici olaraq istifadə etdiyimiz dərmanların təsir mexanizmləri və bəzi maraqlı məlumatlar toxunduğum hissələrdən olacaq. Gəlin başlayaq. Barmağınız kəsiləndə və ya zədələnəndə böyük ehtimalla ağrının barmağınızda olduğunu düşünürsünüz. Əslində gəlin görək ağrını nə dərəcədə doğru anlayırıq. Biz olduğumuz sahə etibarilə ağrının sadəcə bir siqnal olduğunun fərqindəyik. Hansı ki bu siqnal zədələnmiş nahiyədən onurğa beyni vasitəsilə beyinə ötürülür. Bu izahdan da gördüyümüz kimi ağrı gəldiyi yerdən asılı olmayaraq beyində baş verən prosesdir. Beyində anladığımız və qəbul etdiyimiz bir hissdir. Ağrının tam tərifini versəm, potensial və ya təsdiqlənmiş toxunma zədələnməsi ilə bağlı xoşagəlməz hiss və təcrübədir. Diqqətinizi çəkdimi bilmirəm, potensial toxunma zədələnməsi dedim. Yəni, faktiki bir zədə almasaq belə, zədələnməyə səbəb ola biləcək təhlükəli anlarda beynimiz zədə varmış kimi ağrı hissini təcrübə edə bilir. Əslində, bir hadisədən sonra alimlərin ağrını bu sahədən araşdırmağa başladığı söylənilir. Deməli, bu yazı 1995-ci ildə Britaniya Tibb jurnalında yayımlanır. 29 yaşlı bir inşaat işçisi səhvən 15 sm-lik bir mismarın üzərinə atlayıb və nəticədə mismar çəkmənin uc hissəsini dəlib keçib və o şiddətli ağrılarla xəstəxanaya aparılıb. Hətta ağrısı o qədər güclü imiş ki, təcili yardım maşınının istənilən ani bir hərəkəti onun üçün dözülməz bir hal alırdı. Amma xəstəxanada həkimlər maraqlı bir situasiya ilə qarşılaşıblar. Çəkməni çıxaranda əslində onun barmaqlarının və yaxud ayağının zədələnmədiyini görüblər. Mismar sadəcə çəkməni dəlib, yəni barmaqlarının arasından keçib. Yəni əslində faktiki bir zədələnmə olmasa belə xəstə çox şiddətli ağrı təcrübə edib. Bunun tam əksi olan bir hadisə isə 2007-ci ildə yayımlanıb. Bu zaman yenə bir inşaat işçisi iş qəzası nəticəsində mismar tapancası üzünə açılıb və bir neçə mismar üzünü zədələyib və çənəsinin altında bir çapıq, eyni zamanda dişində zədələnmə ilə bu hadisəni atlatdığını düşünüb və növbəti 6 gün müddətində həyatına normal şəkildə davam edib. Yəni yeyib, içib, işinə gedib. Sadəcə 6 günün sonunda diş ağrısı şikayəti ilə diş həkiminə müraciət edir və rentgenoloji müayinədə əslində mismarın onun beyin qabığına qədər gedib çatdığını görüblər. Əslində bu onun üçün çox təhlükəli bir vəziyyətdir və dərhal əməliyyata alınıb. Gördüyümüz kimi sadəcə yaşadığı situasiyada, yəni yaşadığı zədələnməklə çox uyğunsuz bir ağrı təcrübə edib. Bu nə deməkdir? Yəni beynimiz bəzən ağrını artıra, bəzən isə azalda bilir. Əslində həm bu iki hadisədən, həm də son araşdırmalardan sonra deyə bilərik ki, ağrı sadəcə bioloji bir proses deyil. O emosional, kognitiv, bioloji kimi proseslərin məcmusu şəklində yaranır. Yəni bəzən bizim emosiyalarımız, yaşanmış hadisəyə qarşı olan reaksiyamız, idrakımız belə ağrı təcrübəmizə və həssaslığımıza birbaşa təsir göstərir. Əslində bunun nəticəsidir ki, hər birimiz ağrını müxtəlif şəkildə təcrübə edirik. Bəs ağrı siqnalı nədir? İndi isə sadə şəkildə ağrı siqnalının yaranması və ötürülmə yolunu izah etməyə çalışacağam. Ümumiyyətlə ağrı siqnalları ağrı reseptorları vasitəsilə qəbul olunur, hansı ki siz bunları nosiseptorlar olaraq da görə bilərsiniz. Həmin ağrı reseptorları sərbəst uclu sinir lifləridir, hansı ki dərimizdə, oynaqlarımızda və bəzi orqanların səthində yerləşir bu reseptorlar. Necə olur ki, ağrı siqnalı yaranır? Deyək ki, barmağımızı kəsdik və toxuma zədələndi. Bu zaman həmin toxumada müxtəlif maddələr sintez olunmağa başlayır, hansı ki bu maddələr koks fermentlərinə gəlib birləşir və prostaglandin sintezinə səbəb olur. Ümid edirəm ki, bu adlar sizin üçün qarışıqlıq yaratmaz və yaranan prostaglandin bayaq dediyim nosiseptorlar, yəni sərbəst uclu sinir liflərini qıcıqlandırır və impulsun yaranmasına səbəb olur. Bu impulslarda iki növ sinir lifləri ilə C və A delta sinir lifləri vasitəsilə onurğa beynindən beyinə yollanır və beynin müxtəlif sahələrinə gedir bu siqnal. Hansı ki funksional MRT cihazı ilə beyni görüntüləyəndə ağrı zamanı çox sayda müxtəlif sahələrin aktivləşdiyini və bir-biri ilə əlaqə qurduğunu görürük. İndi isə sizə ağrını yavaşladan prosesləri, yəni bloklayan prosesləri izah edəcəm. Hələ burada dərmanlar daxil deyil, bədənimizdə baş verən normal fizioloji proseslərdir. Diqqət edirsinizmi bilmirəm, barmağımız kəsiləndə və ya harasa çox sərt toxunanda ağrıyan yerə ilk olaraq digər əlimizlə ovuşdurmağa başlayırıq. Həmin hissəyə təzyiq göstəririk. Heç düşünübsünüzmü, niyə ilk ani verdiyimiz reaksiya bu olur və ağrı impulslarının ötürülməsini həqiqətən yavaşladır? Deməli, az öncə izah etdiyim kimi ağrı siqnalları C və A delta sinir lifləri ilə beyinə ötürülür. Eyni şəkildə dərimizdə isti, soyuğu və təzyiqi hiss edən mexano və termoreseptorlar yerləşir.
Və biz zədələnən hissəyə təzyiq göstərəndə həmin mexanoreseptorlardan və yaxud soyuq bir şey qoyanda soyuq reseptorları bu siqnalları A, beta sinir lifləri vasitəsilə beyinə ötürülür. Deməli, bu sinir lifləri arasında fərq nədir? Onların yerinləşmə dərəcəsindən asılı olaraq siqnalı ötürmə sürətləri də bir-birindən fərqlənir. Və təzyiq termo, yəni mexanoreseptorlardan gələn siqnalları ötürən A, beta sinir lifləri siqnalın C və A, delta sinir liflərindən çox daha sürətli ötürür. Bu nə deməkdir? Biz zədələnmiş hissəyə təzyiq göstərəndə beynimizə gəlib ilk çatan siqnal təzyiq siqnalı olur. Biz ona görə həmin hissədə ağrını deyil də təzyiqi hiss edirik. Əslində buna biraz diqqət etirsəniz, dediyimi tam təcrübə edə bilərsiniz. Bundan əlavə, qapı kontrol teorisi deyə bir nəzəriyyə var. Bu nəzəriyyə əsasən ağrı siqnallarının ötürülmə yolunda bir ara neyron yerləşir. Hansı ki, təzyiq siqnalları beyinə ötürülərkən bu ara neyronu aktivləşdirir və o da ağrı siqnallarının ötürülməsini bloklayır. Ona görə əslində bizim zədələnmiş hissəyə göstərdiyimiz təzyiq, yəni ovuşdurmamız, vibrasiya kimi sağa-sola hərəkət etdirməyimiz, soyuq bir şey qoymağımız ağrı siqnallarının zaman keçdikcə yavaşlamasına və bloklamasına səbəb olur. Bundan əlavə beynimizdə endorfin adlanan bir maddə sintez olunur. Hansı ki, bu biz güləndə, əylənəndə, həyəcanlı vəziyyətdə olanda, çox maraqlı bir şeylə məşğul olanda sintezlənən bir maddədir. Heç diqqət etmisinizmi? Bəzən dostlarınızla çox həyəcanlı bir şəkildə voleybol oynuyorsunuz, amma evə gələndə əzələlərinizin və ətraflarınızın çox ağrıdığını hiss edirsiniz. Heç düşünübsünüz niyə oynayan zaman bu ağrını hiss etmirik? Və yaxud atletlər zədələnmiş yerlərindən olan ağrını yalnız oyun bitdikdən sonra fərqinə varıb hiss etməyə başlayırlar. Bunun səbəbi də həyəcanlı vəziyyətdə, yəni həmin anlarda beynimizdə yüksək miqdarda endorfin sintez olunması nəticəsində baş verir. Hansı ki, sintezlənən endorfin ağrı siqnallarının ötürülməsini bloklayır və biz ağrını hiss etmirik. Buradan da anladığımız kimi ağrı beyində olan bir şeydir. Yəni əgər ağrı siqnalları bloklanıbsa, bizim üçün ağrı yox deməkdir. İndi isə qısaca sizə ağrının klassifikasiyasından danışmaq istəyirəm. Ağrını bir neçə xüsusiyyətlərinə görə bir neçə növlərə bölürük. Hansı ki, davam etmə müddətinə görə kəskin xroniki ağrılar var, lokalizasiyasına görə bölə bilərik, eyni zamanda yaranma mexanizminə görə videonun əvvəlində də izah etdiyim ağrılar nosiseptiv ağrılar adlanır, neuropatik ağrılar var, hansı ki, diabetik xəstəliklərdə çox rastlaşırıq, sinir uclarının birbaşa zədələnməsi nəticəsində yaranan ağrıdır, nosiplastik ağrılar var, hansı ki, bunun səbəbi çox da bilinmir, amma ağrı sindromu olaraq da eşidə bilərsiniz. Bunu bədəndə müxtəlif hissələrdə ağrı təcrübə edirik. Bundan əlavə hiss etdiyimiz ağrının şiddətinə görə də bölə bilərik. Məsələn, yüngül ağrılar, orta ağrılar, şiddətli ağrılar. Bunlara çox da girmək istəmirəm, sadəcə qısaca məlumat vermək istədim. İndi isə dərmanlar haqqında danışmaq istəyirəm. Necə olur ki, ağrı kəsicilər ağrının harda olduğunu tapır və bizim ağrı hissiyatımızın yavaşlamasına və dayanmasına səbəb olur. Əslində artıq sizə izah etdiyim fizioloji proseslər nəticəsində bilirsiniz ki, ağrı əslində bir siqnaldır və bu zədələnmə nahiyəsindən beyinə ötürülür. Deməli, bəsit şəkildə ağrı kəsicilər siqnalın beyinə gəlib çatmasını bloklayır. Düzdür, növlərinə görə təsir mexanizmləri də fərqlənir. Məsələn, opioidlər opioid reseptorlara birləşərək təsir göstərir, hansı ki, opioid reseptorlarının aktivləşməsi ağrıya səbəb olan maddələrin sintezini bloklayır. Ona görə biz ağrını bilmirik və yaxud hamımızın bildiyi acetaminofen ya da parasetamol hansı ki, temperatur salan həm də ağrı kəsici təsiri var. Onlarsa prostaglandin sintezinin qarşısını alırlar mərkəzi sinir sistemində. Bu da nəticədə ağrı siqnallarının qəbulunun və hiss etməyimizin qarşısını alır. Sonra qeyri-steroid antiinflamator dərmanlar, ağrı kəsici növləri var ki, hansı ki, bunlar birbaşa gedib COX enzimlərini xatırlayırsınızsa izah etmişdim, bloklayırlar və nəticədə prostaglandinin qarşısını alır və ağrı siqnalları beyinə çata bilmir. Yəni, ağrı kəsicilərin mexanizmləri fərqli olsa da, əsasında ağrı siqnallarının beyin tərəfindən qəbulunu bloklayırlar və bizim üçün ağrı hissinin qarşısını alırlar. İndi isə son zamanlarda sosial mediada bəlkə də qarşınıza çıxmış olan Bazi cihazı haqqında danışmaq istəyirəm ağrı formasında. Bu cihazı kəşf edən Amiboxer adlı həkim və tədqiqatçı olub. O öz yaşadığı təcrübə nəticəsində bunu kəşf edib əslində. Soyuqda evə qayıdarkən sükanı sabit saxlamaq üçün sıxıb və bu zamanda xəfif vibrasiya olub və o barmağındakı yaradan gələn ağrını hiss etmədiyinin fərqinə varıb. Yəni soyuq və vibrasiya birlikdə ağrı siqnallarını bloklayıb. İzah etdiyim fiziologiyadan da anladığımız kimi soyuq və vibrasiya, yəni təzyiq siqnalları beyni daha tez çatdığına və ağrı siqnallarının ötürülməsini blokladığına görə ağrının qarşısını alır və bu cihazda özəlliklə uşaqlarda inyeksiya zamanı, iynə vurulan zaman hiss olunan ağrının qarşısını kəsmək üçün istifadə olunur və həqiqətən də pozitiv nəticələr əldə edilir. Ümumiyyətlə Amiboxer ağrıya təsir edən mexanizmləri
Venn diaqramı şəklində göstərir. Bir hissədə fiziologiya, qorxu və kontrolu yerləşdirir. Fiziologiyanı artıq bilirsiniz. Deməli, araşdırmalara görə hər hansı bir seçimimiz üzərində kontrolun olması və nəyə fokuslanacağımızı seçməyimiz ağrı hissiyatını 2 dəfə azaldır. Bunun üçün nə ediblər? Axı uşaqlar əvvəlcədən iynəyə vurulublarsa, artıq onlarda formalaşmış bir qorxu olur iynəyə qarşı və onların diqqətini yayındırmaq və kontrollarını başqa bir şey üzərinə çəkmək üçün yerləşdirəcək meymunlarla dolu olan bir şəkil qoyulub və neçə meymunun şəkildəki çarpayıya toxunduğunu saymaları söylənilir. Burada artıq onların qərar vermə mərkəzi başqa bir şeyə fokuslandığı üçün ağrı hissindən uzaqlaşırlar. Bunu özümüz də yoxlaya bilərik. Bəsit şəkildə ağrı vurulanda fokuslanmağımızı fərqli bir şeyə çevirsək, artıq kontrol bizdə olur və nəyə diqqət edəcəyimizi, nəyə fokuslanacağımızı seçdiyimiz üçün ağrı hissiyatımız azalır. Əslində bütün bu izahlardan da gördüyümüz kimi ağrıkəsici istifadə etmədən belə bəsit ağrılarımızın qarşısını ala bilərik. Hansı ki, soyuq kompressiyalar və yaxud təzyiq, həmin hissəni ovxalamaq və başqa digər proseslər. Araşdırmacılar fərqli insanlarda ağrı zamanı fərqli sahələrin bir-biri ilə əlaqə qurduğunu görüblər. Əslində bizim, ağrıları fərqli təcrübə etməyimizin əsas səbəbi də budur bəlkə də. Birimiz üçün çox şiddətli olan ağrı digərimiz üçün elə də bir şiddətli olmaya bilər. Bunu da anlayışla qarşılamaq və başa düşməyə çalışmaq lazımdır. Bugünlük məndən bu qədər. Növbəti videolarda görüşənədək.